Dəmir çatmazlığının əlamətləri çoxdur. Bu, yaşdan asılı olaraq dəyişir. Məsələn, deyək, uşaqlarda 1 yaşında, 2 yaşında uşaqlarda deyək ki, bu özünü göstərəcək. Hansı formada? Əsəbilik formada, tərləmə formasında, yuxu pozğunluğu formasında özünü göstərəcək. Bir qədər yuxarı yaşlarda, məsələn 5-6 yaşlı uşaqlarda özünü göstərəcək dad hissinin pozulması, qoxu hissinin pozulması. Yəni bu nə deməkdir? Bir də görəcəksən ki, məsələn 3-4 yaşında uşaq gedib divar kağızını qoparır, yeyir və ya ayaqqabını salır ağzına, başlayır çeynəməyə, gəmirməyə, belə deyək. Valideynlər narahat olurlar, müraciət edirlər ki, bunun səbəbi nə ola bilər? Uşaq evdə aboy qalmayıb, evdə ayaqqabı qalmayıb, uşaq gəmirir. Nədir? Bunlar dəmir defisitli anemiyanın simptomlarıdır. Sonra bir qədər sonraki yaşlarda olur ki, insanlarda kraska iyinə həssaslıq olur, iyləmək istəyir. Benzin maşın gedir, benzinin iyidə, belə deyək, yanmağının iyini böyük bir həzzlə iyiləyir. Bu doğrudan da dəmir defisitinin həmən yaşlarda özünü biruzə verdiyi simptomlardandır. Uşaqlar var, kibrit çöpünü salır ağzına yeməyə. Bu valideynlərdə sual yaradır öz-özünə ki, bu uşaq nə olub, bunu niyə dəyişib? Sonraki bir qədər yuxarı yaşlarda uşaqlarda artıq uşaq yaşlarından ötürü yeniyetmələrdə dəridə quruluğun olması, saçların tökülməsi, dırnaqların sınması, müraciət edir, görürsən bizə ki, məsələn, bir yeniyetmə yaşda və yaxud da biri 18-20 yaşda çatmış qızlar çox zaman qız uşaqlarında bu olur. Fizioloji qan itirməklə də bu bağlı olur ki, dırnaqlarımı uzada bilmirəm, saçımı darayıram, elə oz-oz tökülür. Bu, doktor, heç bilmirəm, gedmişəm kosmetoloqa, müalicə almışam, amma bir nəticəsi yoxdur. Bu da dəmir defisitli anemiyanın simptomlarından, o yaş üçün ən xarakterik olan simptomlarındandır. Sonraki yaşlarda dəmir defisitli anemiyanın verdiyi simptomlardan udma aktının çətinləşməsi. Bəzən elə olur ki, boğazından yemək belə keçmir, çox çətin keçir. Və görürsən ki, bunlar düşünürlər ki, yəqin bu insan düşünür ki, yəqin boğazında nəsə bir problem var, bir onkoloji problem var. İnanın, bu cür düşüncə ilə və bu cür cərraha müraciət edib və yemək borusu daralıb deyə diaqnozu qoyulan xəstələr mən görmüşəm, müraciət ediblər ki, qanı bərpa olsun, xəstəyə qan köçürülsün ki, sonra bu xəstə əməliyyata gedəcək, cərrah buna əməliyyat edəcək. Amma əslində, yəni biraz dərinə düşünəndə, müayinə edəndə görürsən ki, bu dəmir defisitli anemiyaya bağlıdır və onu müalicə edəndən sonra heç bir simptom qalmır, yemək də yaxşılaşır, hər şey. Sonra əsəbi olur, cavan qadınlarda, kişilərdə də olur, ən çox cavan qadınlarda, məsələn, deyək, 30, 32, 35, 38 yaşında qadınlarda nerv sistemində, əsəb sistemində pozğunluğun olması, yuxu pozğunluğunun olması, görürsən, ən adi bir şeyi ürəyinə salıb böyütməyi, səhərə qədər fikirdən yatmamağı və məcbur olur nevropatoloqa müraciət edir. Əslində, burada nevroloji heç bir şey yoxdur. Nevropatoloq müraciət etdiyi halda çox yaxşı olar ki, xəstənin rənginin solğun olmasını və bundan öncə sadaladığım əlamətləri də nəzərə almağı çox yaxşı olar ki, xəstədə bütün bu dediklərimizin kökündə bir səbəb var. Orqanizmdə dəmir defisitinin olması. İnandırım sizi, o müalicə olunan kimi bütün simptomlar hamısı göz qabağında gedir və insan nə qədər özünü xoşbəxt hiss edir. Bunu biz gündəlik praktikada hər gün görürük.